Baxışın Dəyiş komandası olaraq artıq yeni bir layihəyə start vermişik. Həmin layihəmizin adı Qəssallıqdır. Bu gündən etibarən ölkəmizdə bəzi qəssallarla sizin kimi müsahibə alacağıq və onların ölüm haqqında, dünyasını dəyişənlər haqqında fikirlərini öyrənəcəyik. Özünüzü təqdim edin, izləyicilərimiz də sizi tanısın. Aleykümselam. Mən Binəqədi kənd məscidinin qəssalıyam. Adım Əhədov Allahverən Həmzəoğludur. Bir neçə ildir ki, mən burada məşğulam, işləyirəm. Mən elə fikirləşirəm ki, mən işlədiyim dövrdə hamı məndən razıdır. Bir gün hamımız bu dünyadan köçəcəyik. Bunu bilirik. Amma çox zaman unutmağa çalışırıq. Bu gün isə yanımızda elə biri var ki, o hər gün bu həqiqətlə üzləşir. Onun işi ölümün qapısından keçənlərə son xidmətini göstərməkdir. O, qəssaldır. Yəni, dünyasını dəyişənləri yuyan. Və biz bu gün ölümün pərdəsini bir az aralayacağıq. Kərbəlayi, mən sizə bu haqda bəzi suallar vermək istəyirəm ki, həm bizi, həm də izləyicilərimizi çox maraqlandırır. Əgər hazırsınızsa, başlayaq. Buyurun. Kərbəlayi, birinci sualımız budur ki, ilk dəfə meyit yuyanda hansı hissləri keçirmisiniz? Əliniz əsir, yoxsa aram olmusunuz? Bilirsən, mən kətdə yaşamışam. Mənim ata-babam məni elə bilsən ki, yönəldib həmin bir şeylərə. Mən əzəldən ağsaqqallarla gəzdiyimə görə, uşaq vaxtımdan ağsaqqallarla gəzmişəm. Ağsaqqallardan tövsiyələr almışam. Ölüm necədir? Ölü haqqında təsəvvürüm olub, mənim möhkəm təsəvvürüm olub. Və ona görə də heç mən üçün adicə hal olub. Yəni, heç bir qorxu məndə olmuyor. Keçirməmisiniz. Bəli. Yəni, siz demək istəyirsiniz ki, ölülərdən daha çox dirilərdən qorxmaq lazımdır. Bəli. Yaxşı, bəs bu işə başlamazdan əvvəl ölü haqqında təsəvvürləriniz necə idi? İndi necədir? Bilirsən, o vaxt, yenə də keçmişə qayıdıram, o vaxt tək ölüm olardı. Bu cür millət çox döyürdü, az idi millət. Ona görə tək olurdu. Biraz vahiməli olurdu. Ölüm, deyir, necə yəni öldü, getdi? Necə yəni öldü, getdi? Təəccüblü gəlirdi adama. Amma biraz vahimə də olurdu ki, orada. Görəsən, necə oldu, nətər olub bu ölümü? Düzdür, mən o bayaq dediyim kimi ağsaqqallarla gəzirdim. Ağsaqqallar mənə demişlər, ölüm nətərdir. Məni aparırdılar ölü olan yerə, hansı ki, can verir. Orada nətər olur, necə olur, o haqda təsəvvürüm vardı. Ona görə mənə üçün çətin deyirdi, amma yenə də olurdu nəysə. Nəysə bir fraqmentlər olurdu ki, ölü nə eləyə bilər orada? Necə ola bilər orada? Nətər fırlanar və yaxud da ki, adama belə balaca qorxmurdum. Vahiməli gəlirdi. Bəli, qorxmurdum, amma vahiməli gəlirdi biraz. Biraz daha çox yox. Çünki mən onlarla da elə bir ki, ağsaqqallarla böyüdüyümə görə onları mən bilirdim. Başa düşdüm. Bəzən qəssalların gördükləri hekayələrə belə sığmır. Qəssallıq həyatınızda başınıza gələn ən qəribə hadisə sizin üçün nə olub? Bilirsən, hekayədən də çox olur. Amma baxır kim üçün. O bayaq dediyimə görə mən üçün adicə hal olub bu. Amma yenə də elə ki, məyidi gətirirlər, soyundururuq, yıxırıq ki, bura, daşın üstünə. Daşın üstünə yıxandan sonra adam istər-istəməz bir anlıq o siftələrdə durur, dayanır, onun gözlərinə baxır. Görüm onun gözləri nətərdir. Necə olur? Onun gözləri öləndən sonra insanın gözü nətər olur? Bəzən evdə gözün bağlamaq deyirlər. Onu eləməyəndə göz açıq qalır. Mən ona baxırdım ki, görüm elə nətər olur onlardan. O adamda bir balaca bizə... Nə hisslər kəsirdiniz məsələn görəndə? Məsələn, gözünə baxanda hiss edirdim ki, nəysə, bəlkə də bu elə ölməyib. Göz açıq olanda biraz başqa cür olur.
Amma sonra ani olaraq fikirləşdim ki, yox, ölüb, bu mən üçün belə olur. Yəni insan inanmaq istəmir ki, Bəli, qabağındakı bəli, insanın bəli. dünyasını dəyişib. Məsələn, bir haşiyə çıxıb bağışlayın. Demək, 2 il bundan qabaq idi. Dedilər ki, bir məyyit gələcək. Xülasə məyyiti gətirdilər, burada ədilədilər. Qoydular, cavan uşaq idi. Mən də kəfəni sərirdim ki, hazırlığımı görüm. Məyyitin yiyəsi başladı soyundurmağa. Mən dedim, dəymin, dedi, yox baba, biz özümüz soyunduraq. Hə, soyundurdular. Mən işimi qurtardım. Döndüm ki, baxım, görüm, rəhmətə gedən nə tərdax deyirlər, uşaqdır, belə falan. Təsəvvürə gətir ki, mən onda bir dəhşətə gəldim. Mən inanmadım ki, o ölüb. Yeni etməkdir. Yeni etməkdi. 12, 13 yaşı var idi belə. Başladım, heç kəsə yad eləməyə, meyidin yiyəsinə də fikir vermədim. Başladım onu sığalladım sinəsini ki, bəlkə ayılda biləm. Heç vaxt yadımdan çıxmaz ki, onun adı yadigarıdır. Bunu mən həmişə deyirəm, çox dəhşətə gəldim həmən gün. Axır meyid yiyəsi gəldi, mən qucaqladı. Baba, ölüb eday. Bax, belə bir hadisə keçirmiş. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bəs Kərbəlayi, meyit yuyarkən heç izah eləyə bilmədiyiniz qəribə bir hal yaşamısınızmı? Deyə bilərəm, yox. Amma cavan olanda biraz dəhşətə gəlirəm. İstəmirəm də cavanlar. Məsələn, yaşlı birisi gələndə, yaşını gətirəndə bəzən mən özüm də yaşlıyam. Bir zarafat deyirəm, başqa cürə yox. Deyirəm, aya belə dön də, aya belə dön də. Aman cavan gələndə dözə bilmirəm. Hallarım bu olur. Allah sizə səbir Sağ versin. ol. Həqiqətən də işiniz ağır bir işdir. Növbəti bir sualım bizi Buyur. maraqlandıran bir suallardan biridir. İlk dəfə bu işlə məşğul olmağa sizi nə vadar elədi? Yəni həyatın o çətinliyi mi sizi gətirdi, çıxartdı bura, yoxsa öz seçiminiz idimi? Mən ilk dəfə meyidi Rusiyada yaşayanda duymuşam. Rusiyada. Bəli. Orada gəldilər, məni çağırdılar. Mənim əvvəldən qiyafam elə saqqallı olub, papaqla, əlimdə əsa. Orada yaşayırdım. Bilirdilər ki, mən bu dinlə məşğul oluram. Ona görə gəldilər, çağırdılar. İndiki Şirvan şəhərindən idi. Biri cavan adam rəhmətə getmişdi. Güllələmişdilər onu. Gəldilər, məni çağırdılar ki, baba, belə bir adam rəhmətə gedib, gedib onu yer verirlər. Getdim. Morgda idi. Morgdan çıxartdım, onu gətirdim. Yudum. Hə, onda onu morgdan çıxardanda bir balaca vahiməyə də düşdüm. Çünki morgda Rusiyada belədir, burada elə deyir. Mən elə bilirəm ki, burada elə deyir. Mən onu burada görməmişəm, ancaq bilirəm ki, belə olmaz. Elə doğrayıb töküblər, elə bilsən ki, belə bu cürdür. Oradan çıxardanda öz-özümə fikirləşdim ki, ay dadı, bir dadı, insanın aqibətinə baxır, gör nətər olur. Xülasə ilk dəfə orada başladım onu yumağa. Rusiyada. Bəli. Ondan sonra yenidən qayıtdınız Azərbaycana və Hə, ondan sonra gəldim, neçə illər yaşadım orada, həmişə belə işlərlə də məşğul oldum. Məsələn, məclislər apardım, qısa deyim. Amma gəldim sonra Azərbaycana müəyyən bir müddətdən sonra. Bir-iki iş oldu, ona görə çətinlik oldu, gəldim bu işə qoşuldum. bəs qohum və dostlarınız sizin bu işlə məşğul olduğunuzu biləndə nə reaksiya verdilər? Valla, deyirsiniz ki, qohum-əqrəbənin kimə aidiyyəti var ki, mən nə işlə məşğul olacağam, mən nəydən çörək qazanacağam? Əsas çörək qazanmaqdır, heç kəsə aidiyyəti olan şey deyir o. Özümə də. Bütün bu mərasimlərin kökündə böyük dini qaydalar yatır. İndi biraz da bu tərəfə baxaq. Meyid yuyularkən hansı xüsusi dua və zikirlər oxunur onun üçün? Meyid yuyularkən meyidin sağ tərəfində durmalısan. Həmişə sağ tərəfdən hərəkət eləməlisən.
İkinci, Yəni bu bəyənilən bir. bəyənilən bir şeydir, bəli. İkinci, məyitin bir tərəfindən, yəni baş tərəfindən başlayırsan, ta gəlirsən ayaq tərəfinə qədər yuyursan, hissə-hissə. Təmizləyə. Ola bilər məyyit təmiz olsun, evdə elə təmizlənir, məsələn, çimib eləyəm, amma yenə təmizləmək lazımdır. Əvvəl yuyursan su ilə, sonra sabunla təmizləyirsən, hissə-hissə gəlirsən ta ayağa qədər. Bəs İslam dinində meyidi düzgün yumağın qaydası necədir? Əvvəlcə sidirli su ilə qüsl verirsən. Sidirli su ilə əvvəl sağ tərəfə, sonra sol tərəfə. Əvvəl başa, sonra sağ tərəfə, sonra sol tərəfə. Sonra onun da çəmləri var, yəni onun da qaydaları var. Bəzən elə meyid yıxılıb arxası üstə, elə götürüb suyu, onun üstə qüsullu suyu bir tərəfinə sağ tərəfə tökəsən və yaxud da ki, gedəsən baş tərəfə tökəsən və yaxud da sol tərəfə tökəsən, o düzgün alınmaz. Çünki meyidi yuyarkən əgər orada bir barmaq qədərində yerə o sidirli su və yaxud da kafurlu su və yaxud da abı xalisli su toxunmasa, dəyməsə, o batildir. Batil hökmünə. Bəli. Bəzi insanlar ümumiyyətlə buna diqqət belə eləmirlər. Bəli. Eşitdiyimə görə çox məscidlərdə yuyucular, məsciddə də olmasa, çəsnətlərdə xüsusi yerlər var, orada da yuyurlar, onlar düzgün riayət eləmirlər. El arasında bir dənə məsəl gəzir ki, bir insan, bir müsəlman 7 dənə ölünü yumalıdır. Sizcə bu doğrudurmu? Bu keçmişin adətidir. Ona görə ki, o vaxtı yumaq biraz problem idi, yuyucular biraz problem idi. Heç kəsim idi. Ona görə cəmaatı maarifləndirsin, ondan çəkindirsinlər. Təşkilləşdirsinlər. Bəli. Ona görə yaymışlar ki, 7 meyidi yumalısan. Bu qayda qanununda elə bir vacib bir məsələ deyil. Amma hər bir halda bir müsəlmanın meyidi yuması bir savab bir işdir. Bəli. Heç olmasa iştirak eləsin. İlahi bir hökmlərin iştirakında iştirak eləsin. Bəs İslam dinində müsəlman olmayan, məsəl üçün ateist və yaxud da başqa bir dinə inanan bir şəxsin İslam dininin hökmünə uyğun yuyulması və müsəlman qəbirstanlığında dəfn edilməsinin hökmü nədir? Ateistdir. Yəni Allahsız deyirlər də bax bu adama. Onu mənə elə gəlir ki, heç burada yumaq da düzgündür. Müsəlman qəbirstanlığında da bastırmaq düzgün deyil. Bəzən bu işin ağırlığı insanın ruhuna qədər işləyir. Meyid yuyanda göz yaşlarınızı saxlaya bilmədiyiniz anlar olurmu? Bəli. O hadisələr məndə çox başa gəlir. Elə yenə deyim, bu yaxınlarda bir bacı, bir qardaş valideynlərlə gedirlər, balaca uşaqlardır. Gedirlər dənizdə, çiməndə. Oğlan nətər eləyirsə, valideynlərinin gözündən yayınır, gedib girir suda batır. Onu çıxardırlar, gətirirlər bura. Vallahi onun valideynləri nə qarırdı, dözə bilmirdim. Onun valideynləri o uşaqdan ayrıla bilmirdilər. Bax, dəhşət odur. Onda özümü saxlaya bilmirəm. Təkcə odur. O qədər elələri gəlir. Laf təzə uşaqlar olur, məsələn, körpə uşaqları anadan olur, onu gətirirlər, nə bilim. 1 illik uşaq olur, 2 illik uşaq olur, dözmək çox çətindir. O bir yax dedim, sualınızda dedim, yaşlı adam olanda yenə bir zarafat eləyirəm ona, mən də yaşlıyam da deyirəm, belə dönmə, ancaq uşaq yox. Bəli, hər bir insan üçün uşaq və cavan məsələsi xüsusən də ağırlıq təşkil edir. Rəssal olmaq həyat haqqında insanın baxışını tam dəyişir. Rəssallıq sizə həyat haqqında hansı dərsləri öyrədib? Bilirsən nətərdir? Həyatı duymaq ən əsası. Bax, o adam dünənləri var idi və yaxud da 1 saat bundan qabaq var idi, indi yoxdur. Gəlir mənim yanıma. Məsələn, mənim elə bilə tanışlarım, dostlarım, kimsə də salam elədiyim adamlardan birini gətirirlər. Mənlə
dünənləri salamlaşdı. Axı bu günləri görsən yanımdadır, daşın üstündədir. Bax, həyata baxış bax budur. Həyatın qədrini bilməklik budur. Qoy bir məna, bir şey deyim də. Uşaq anadan olanda ağlaya-ağlaya gəlir. Nə üçün istəmir o yerindən, yurdundan ayrılsın. Bilir bu həyat nədir. Elə ki gəlir bu həyata, bu həyatın çətinliklərini görəndən sonra o dünyanı bilmir axı. Ona görə bəzən biz özümüz istəmirik ki o dünyayı idi, amma da bilmirik ki bu müvəqqətidir. İnsan da belədir. Öləndən sonra ki elə ki gəlir adamın qarşısında yıxılır bura, adam onda həyata baxışı biraz dəyişir. Bu sözünüzdən İmam Əli Əleyhisselamın bir hədisi yadıma düşdü. Deyir ki, uşaq dünyaya gələndə hamı sevinir, uşaq ağlayır. Elə yaşa ki, sən dünyayı keçəndə hamı ağlasın, sən sevinəsən. Doğrudan da həyatımız gözlə qaş arasında bir qırpım qədərdir. O da 1000 illik yoldur o. O 1000 illik yoldur. Deyir, 1000 illik yoldur qaşla gözün arası. Deyir, nədir? Deyir, vəssalam, qutardı. Həyat bitdi. Həqiqətdə də belədir. Mən çox can verən halla rastlaşmışam adamlarda. Mən görmüşəm. Məsələn, heç başqa şey haqqında deyəmərəm. Mənim öz nəvəm 17 yaşında, 11-ci sinifdə oxuyanda məndən danışdı telefonla, mən rayonda idim. Telefonla danışdı ki, baba nə tərsən, baba keyfin necədir, söhbət elədik o yan bir yan. Baba gəlim, dedim bala, saat 11-dir, bu vaxt nə ilə gələrsən mənim yanıma? Üstündən də 20 dəqiqə keçmədə bir də gördüm. Atası zəng elədi ki, ata belim sındı, ilkinim öldü. Bax, həyat budur. Allah rəhmət eləsin. Ən uzun yaşayan Peyğəmbər Həzrəti Nuh Əleyhisselamdır. Və hətta ondan da Əzrail canını almağa gələndə soruşur ki, nə qədər yaşadın? Deyir ki, bir anın içərisi kimi gəlir mənə. Bir otaqdan digər otağa keçənə qədər. Bəs Kərbəlayı, insan sağ ikən hansı əməllər onun son yolculuğunu daha xoş eləyər və asan eləyər? Bilirsən, xeyirxah işlərlə məşğul olanlar, Allahı çox sevənlər, usul dini daha doğrusu əməl eləyənlər. Dinin kökü və əməllər. Əməllər, əsas odur. Xeyirxah işlərlə məşğul olsunlar. Kasıba, fəqirə əl tutsunlar. Bu dünya elədir. İki şey aparmaq olur özü ilə insan. Bir yaxşılıq, bir pislik. Bir rəhmət, bir lənət. Ölümə hazır olmaq üçün hər kəsə nə məsləhət görürsünüz? Ölümə həmişə hazır olmaq lazımdır. Ölümə həmişə hazır olmaq lazımdır. Kim desə ki, mən belə, mən ölməyəcəm, o nozan billah, o düzgün hərəkət eləmir. Ölmək həmişə var. Necə ki, məad. Ölmək, dirilmək həqdir. Ölümdən sonraki həyat haqdır və insanlar ona hazır olmalıdırlar. Ölüm haqqında danışmaq bəzilərinə ağır gəlir. Amma bugün gördük ki, bəzən ölüm həyatı anlamağın yeganə yoludur. Qonağımıza səmimi cavablar üçün çox təşəkkür edirik. Çox sağ olun. Unutmayaq ki, həyat bir gün bitəcək, amma əməllərimiz əbədi qalacaq. Sağ olun ki, bizimlə idiniz. Çox sağ olun. Siz də sağ olun ki, bu işləri araya gətirirsiniz, xalqı maarifləndirirsiniz.